Bir kasıb ana öz uşağı ilə gəlir, girir restorana. Restorana girəndə uşaq ac olduğundan cumur yeməklərin üstünə. Anası deyir ki, oğul, sən onları yeməklə indi yemək sifariş eləyərəm, gətirərlər, onu yeyərsən. Bunu görən qarson bunlara yaxınlaşır, menyunu bunlara təqdim edir, deyir, buyurun, istədiyiniz yeməyi seçin. Qadın buradan, menyudan ucuz yeməklərdən seçir, deyir, bunlardan gətir bizə. Qadın, qarson deyir ki, siz istədiyiniz yeməyi buradan seçin, mən otel sahibindən xahiş edərəm ki, sizə qiymətdə indirim eləsin. Qadın buna deyir ki, yox, elə bizim sifarişimizi gətirginən, bizim bahalı yeməklərə pulumuz yoxdur. Qarson qayıdar geri, uşaq buna deyər ki, anasına deyər ki, ana, biz ayda ildə bir dəfə restorana gəlmişik, bir yaxşı yeməklərdən al yeyək də. Deyir, oğlum, indi pulumuz azdır, sonra sənə yaxşı yeməklər alaram, yeyərsən. Bunları eşidən qarson gedir mətbəxə, oradan çeşid-çeşid yeməklərdən gətirir bunların stoluna. Qadın baxır ki, bu bahalı yeməklər gətirib, deyir, axı bizim pulumuz çatmır, sən bu bahalı yeməkləri gətirmirsən bizə. Deyir, darıxmayın, siz yeməklərin yarı pulunu ödəyəsiz, qalanını mən sizin əvəzinizdə ödəyərəm. Otel sahibi də kənardan bunları izləyirmiş. Qarson yeməkləri bunların qarşısına düzüb getdikdən sonra otel sahibi qarsonu çağırır, hisslə buna deyir ki, sən nədir bu kasıb-küsuba aparıb o bahalı yeməkləri verirsən, onların pulu var, sən verirsən o yeməkləri ona. Qarson deyir ki, narahat olma günah, onlar yeməklərin pullarını ödəyəcəklər. Qarson da otel sahibi də inadkar adam olur. Deyir, bu saat qayıt dala, ged onlara nə vermisənsə, bütün yeməklərin pullarını al gətir. Qarson könülsüz şəkildə qayıdır geriyə. Masaya yaxınlaşanda görür ki, qadınla uşaq gerçək paltarlarındadılar. Bunlar da restorana girəndə formalarını dəyişiblər, pağır kasıb bir forma geyiblər, üz-gözlərini dəyişdiriblər. İndi isə öz formalarındadılar. Qarson görür ki, bu qadın otel sahibinin, müdürünün arvadıdır, uşaq da ki, onun uşağıdır. Artıq bu dəfə otel sahibi də yaxınlaşır stola, deyir, hə, biz test keçirirdik. Sənin necə bir qarson olmağını yoxlayırdıq ki, görək sən necə qarsonsan. Doğrudan da sən çox gözəl qəlbli, fağır fuariyə, ürəyi yanan bir insanmışsan. Ona görə səni restoranın müdürü təyin edirik. Həmin qarsonu otel sahibi restoranın müdürü təyin edir. İndi, ey əziz dostlar, yaxşılıq heç vaxt itmir. Ona görə də çalışıb bu həyatda yaxşılıq eləmək lazımdır. Çox sağ olun, Allah sizi var eləsin.